Şərur MTK ödənişi 2 gün gecikdirən şəxsi 20.000 manat cərimələyib. Axar TV xəbər verir ki, bu barədə keçmiş hərbçi Amil Əbilov sosial şəbəkə hesabında qeyd edib. Zabit tanışımız zəng edib Şərur MTK-dan ilkin ödənişi 9.500 manata olan ev aldığını bildirdi. Lakin 2 gün gecikməyə görə Şərur MTK həmin şəxsi 20.000 manat cərimə etmişdi. Gedib MTK-nın rəhbəri İsfəndiyar Axundovla görüşüb məsələni həll etməyə çalışdıq. İsfəndiyar bəy bizi xoş qarşıladı. Daha sonra sənədləri alıb qeydlər apardı və cəriməni sildiyini dedi. Ancaq biz mühasibata yaxınlaşıb cərimənin silindiyini və ödənişi etmək istədiyimizi bildirəndə xanım 20.000 manat cərimənin silinərək 25.000 manat yazıldığını qeyd etdi. Əbilov bildirib. Şərur MTK-nın mətbuat xidmətinin rəhbəri Tünzalə İsmailova isə Axar TV-yə açıqlamasında Amil Əbilovun sosial şəbəkə hesabında İsfəndiyar Axundov və Şərur MTK ilə bağlı həqiqəti əks etdirməyən məlumat yaydığını deyib. Videoda qeyd olunan evin qazi və ya hərbiçi ilə heç bir bağlılığı yoxdur. Mənzil sahibi tərəflər arasında bağlanmış müqavilənin şərtlərini pozduğuna görə şirkət tərəfindən xəbərdarlıq alıb. Buna baxmayaraq şirkətə 3 ay ərzində heç bir ödəniş etməyib. Daha sonra həmin şəxsin müqaviləyə xitam verilməsi üçün şirkətə dəvət olunub. Bu zaman bir dəstə hərbiçi və qazi ilə birlikdə İsfəndiyar Axundova yaxınlaşıb, mənzilin qaziyə aid olduğunu bildiriblər. O da öz köməkliyini göstərib şəxsin borcunu silib. Sonradan məlum oldu ki, mənzilin sahibi nə qazidir, nə də hərbiçi. Qazi adından istifadə edərək İsfəndiyar Axundova yalan danışıblar. Buna baxmayaraq həmin şəxs cərimə olunmayıb. 20.000 borc, onun 5.000 manat artması yalan məlumatdır. İsmailovanın sözlərinə görə həmin şəxs aylıq ödənişləri hazırda da həyata keçirir.